ayıldığıma görə danışıb gəlib. Nə vaxt ayıldım deyim sizə. Paltarın defekt olduğunu görəndən sonra. Nəysə, boş geç. Sizə hazırlaşaq. Gedək. Biraz yuxum gəlir, çox yux biraz. Bu nədir? Dur. Çox həyəcanlıyam, həqiqət deyirəm. Həqiqət deyirəm. Hiss edirəm, belə sən çıxada. Vurun! Qarşınızdan ailə necəfli deyə bir təqdimat gözləyirəm hətta. Özələm, sən bunu özəllik, də aynı söyləyir bunu. Mən bilirsiniz, makyaj yeməyi çox sevmirəm. Prosta üzüm solğun görsənməsin deyə, şəkərdə qəşəng düşsün deyə hafif bir makyaj edeceğiz arkadaşlar. Paltarımı yığmışam. Nə yemək çantası hazırlamışam. Çok rahat, çok profesyonel. Neyse başlayaq makyaj edeceğim. Görün telimin içine koydular. Bu şıklamur bazısını istifade edeceğim. Görək necə bir etki görünəcək. Bundan ona görə istifadə edirəm ki, makyajım, mən ümumiyyətlə üzüm makyajı yeyir. Bu bazıdan istifadə edirəm ki, axşama qədər makyajım tazələməsəm belə üzümdə qalsın. Gedirik şaptağa. Çok iyisin. Her zamanki gibi Mizo'nun ben bu istifadə edeyim. Yüzümün buluntusu. Merhaba. Ben de. Az ne kösələm az ne kösələm. Gücün qabağı düşür ucunu, Bəli. saatı. Bəli. Yavru oldu. Niyə? Səbəbi nədir səncə bunun? Nədir sən? Siz. Yox, bir evdə 4 dənə xanımın olmasıdır. Siz özdə. Sən makyajımızın ağzına bilmələksən. Xəfəf danışmıyorum işte. Anne, nə taxın qulağıma? Sonra. Sırrı olarak nədən taxmalıyam? Belə səbəblər eləmədən. Nəfər dedim. Pis. Nəfər dedim. Onu dedim. Pis. Elə onu soruşum. Çok. Çok makyajda saatlerle rahatsız edemeyeceğim. Ona göre de bence bu kadar makyaj yeter. Aksesuar olarak da yine nişan yüzüğümü takarım. Başka da hiç ne, çünkü özümü çok rahat hissetmek istedim. Çamadanımızı yığaq, heç bilmirdim nə geyinəcəm. Bu qədər də rahat adamımdır. İndi fikirləşdim. Aniden qərar verdim ki, işlərini də onu götürüm. Nasıl olur? Olsa, hoş bir gəlsə orada hansı bir yum olursa, onu geyin. Kaçağımızı götürürüz. Kaçağımızı götürürüz. İnşallah bu duvar izinden xarc edəcəklərim tezliklə inşallah. Amin. Dostlar, dostlarınızı düştü. Ben yıkıldım dostlar. Şahtağa gedirik. Ay ne kadar yürüyor da. Hazırıq, çıxırıq. İzləyicilərimə verəcəyim bizimlər, hazırladığım hədiyələr və yolda yediyiniz abur-cuburlar hazırda gedirik. Sana Erdoğan'a çok sevdim. Gəlmişik çatdaqakilər. Hər yemək yeyirik. Konturum var. Biraz canlarımdan ayrı tutmuşam. Allah. Çok da o yüzden.
Sen yemeği ye, şey yolunda ce. Yolsu yolunda ce. Xoşbəxtsiz? Ürək sözləriniz var. Xoşbəxtsiz? Xoşbəxtsiz xanım. Ben deyim. Bugünkü gün için teşekkür ederim. Bu hayalada çok sevinirəm, hamı çok sevinir. Keşke biraz daha büyük hediye olsaydı. Ama olsun. Sonra bunlarla böyle şey yeri, video çekelim, hamısı bir yerde koltukta. Mehriban xala. Xoş günlər işlədəsiz. Teşekkürler. Sizin kendinize sağlam verirler be. Dedi də. Yok hediye veren benim dedim ona sağlam verin. Yok dedim sana da dedim. Ben abim doğru, ben arada olmuyor. Ben sağlam verin. Mən vermişəm. Yuxum Arkadan gelir. derse satarsın. Sen. Balatçımız. Balatçımız. Bunlarla potku çekerimiz. Dımbalımız. Gerçekten pis vakada aktaranlar olub ki, o bir maşınlardan gedib soruşublar. Nailə xanımın sürüdü, Nailə xanımın maşınıdır belə. Uşağın biri gəlib bizim iş yoldaşımız. Nailə xanım sən necə deyirəm ki, o niyə sizin turdadır? Deyirəm ancaq bizim tura gələn deyil adam. Yani. Special for Nile. Ha, Allah bana saklasın. Mamuya demirik. Ha, bir de alkışlayak mamamızdan icazı almadan. Ama hayatımız. Elə bil balada ilə gəzirəm, Erlayn. Küsmə. Şimdi dastana Böylece ses müstəqil. İzmir yadan hüceyi ben söylerim. Çok da bir iki yazak ederim. Şimdi şimdi adı var. Sən Nailəni tanıdın? Hardan? Buradan. Necə gəldin dedin? Hardan gördün ki? Buradan getirdim. Böyle diyor. Ha, siz öyle tabii. Çox istəyirsən onu? Ən çox hansı videosunu sevirsən? Maşın sürüyü. O kadar maşın sürdüğü var. Hansı mahnı dilim. Hansı mahnını oxuyurdu? Kırıkda döndü. Kurukla benzindeki. Gözəl. Buradan nə demək istəyirsən izləyicilərə? Öyle izleyicilerine ne demek? Nailən izləyicilərinə nə demək istəyirsən? Deyir ki, çok geçen maşın sürüyü. Hə. Bağım önüne alıp Opa. öğlenebiliriz. Yani 10 kimi sürdü kız yaptı. Abone. Sən xatırla hamı abunə olsun. Nə qədər qəmzələr var? Senden artık satırlar ben de cem olsun. Olar. Gelmişik kastırın emrimde ya. Dama qalxırlar, vaxtlar birinci. Sonra sürətlə belə dağların arasından qayıdırlar. Bir dəfə minmişəm, Rasim imkan verməyib də həzini alıb 2 dəqiqədə bir torumuza basıldı. İndi düşünürəm ki, inşallah Aytaç qorxmaz. Aytaç qorxmaz, ona bir yerdə həzini yaşayarıq. Çürük-çürüylə baş verəcək. Bismillahirrahmanirrahim. Allah. Qiymətlər deməli, adam başı 25 manat ama 2 nəfər olduğunu salda da olur. Dağda qiymətlər deməzdim bahadır, şəhər qiymətləridir. Şəhər qiymət. Öz restoranlarda, düzdür, restoranların 90% bahadır. Ama dedim ki bizleri yiyudi aldıysa oradan pizzanın dadı da ucuzdu. Bir tanesini aldım tam doyur. Sonra firmada da ki, firma neydi orada? Firma haftada yemekler ucuzdu. Yani o da değil ucuz, 14 manat idi. Yo, nugget 4 manat idi. Nugget yok, hayır orada. Ester, şeydi. A few moments later. 15 manat. Ay tatladım.
binmişik. Bu deyəsə, bu deyək göylərdə yekalar boyda. İndi bilmirik bizi nə gözləyir. Əslində binmişdim, prosta Rasim'in arxasına binmişdim, qorxmurdum. İndi inşallah ki, yenə qorxmaram. Gedirik ki, əllərim dolur. Bu nə buldaysan? Bulda. Yekalarda, buralarda. Ben gelirim. Dağın arasından. Dağın arasından. Artıq sənin üçün çəkildiyin hər kəs yatıb. Başlayıyor. O kim? Ay yine deli. Deməli arkadaşlar 2 gün sonra bu turdan 2 gün sonra hələ mənə özümü indi gəlirəm. Çox yorulmuşduq, soyuq bizi çox yormuşdu amma çox əylənmişdik. Yəni əyləncə ilə soyuq bir yerdə bizi yordu. Yanımda olanlara təşəkkür edirəm. Çox maraqlı bir gün keçirdik. İnanılmaz əyləndik. Sanki Şahdağa əylənməyə deyil də əyləndirməyə getmişdik. Bütün uşaqlar bizə baxırdı. Yəni o qədər oynadıq ki, yolda, orada düşəndə, qaydanda, diskotekada hər şey mükəmməl idi. Ondan sonra da ki, yəni ilk dəfədir ki, məni izləyənlərlə, izləyicilərimlə, məni sevənlərlə bir yerdəydim. Çox xoş təəssürat bağışladı, çox xoşbəxt elədi məni. İnsanların mənə baxışı, mənə olan sevgilərinin gözlərindən oxumağım falan, yəni möhtəşəm idi. Bir daha onlara təşəkkür edirəm. Düşünürəm ki, yaza yaxın inşallah bir dənə də tur keçirdəcəyik. Amma onda daha fərqli olacaq. Bu bizim üçün təcrübə idi, ilk də təcrübə idi. Səhvlərimizi gördük, onlarda düzəltməyə çalışacağıq ki, hər şey mükəmməl idi. Yolculuğumuz, getməyimiz, qayıtmağımız, hamı bir-biri ilə qaynaşdı. Şükür Allah, heç bir peşmançılıq olmadı. Çox istəyirlər. Ümumiyyətlə vloglarımın davamı gəlməsi üçün sizin izləməniz vacibdir. Kanala abunə olmağınız, bəyənməyiniz, yorum yazmağınız vacibdir. Bəyənmirsinizsə, əgər bəyənirsinizsə vloglarımın davamının gəlməyini istəyirsək, kanala abunə olun, bəyənin, bir də yorumlar yazın. Sizi sevirəm, çox sağ olun, yaxşı ki varsınız. Öpürəm sizi.